Səhifə izləyicilərə bağışlayın ki, yenidən başlamalı oldum. Mən sizə söz verdiyim kimi, Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev və onun əməkdaşlarının qanunsuz əməllərini konkret faktlarla sizin diqqətinizə çatdıracağım. Bundan bir gün əvvəl mən Kamran Əliyevlə bazar günü görüşüm və həmin görüşdə indi sizə deyəcəklərimin hamısını dediyimi və burada olan sənədlərin hamısını bir-bir ona təqdim etdiyimi dəfələrlə bir daha diqqətinizə çatdırın. Bu bizim 5-ci görüşümüz idi son 3 il ərzində və hər görüşdə məni əmin eləyən baş prokuror ki, narahat olmayın, sizin bütün ərizələr araşdırılacaq. Amma bu 22-ci ildən bu günə mənim baş prokurorluqla bağlı müraciət etdiyim bir dənə ərizəmə baxılmadı. Əksinə, Daxili İşlər Nazirliyinə müraciət etdiyim bir çox ərizələr araşdırıldı. O dələduzluq işləri üzrə qeyd etdiyim ki, bir qanunsuz Ramil Usubovla Zakir Qaralovun özlərinə yem yeri icad etdikləri bir qərar var ki, Daxili İşlər Nazirliyi dələduzluq işlərini prosesual qaydada ancaq onlar aparmalarına baxmayaraq, onlar cinayət işlərini özləri baş prokurorluqdan icazə almamış qaldıra bilmirlər. Daxili İşlər Nazirliyinə ünvanladığım o şikayətlərim də cinayət işi qaldırılması üçün gedibdir Kamran Əliyevin kontoruna, belə deyim. Və oradan da hər dəfə rədd cavabı verir. Hərçənd ki, sübutlar kifayət qədər olubdur. Birinci, sübutlar olmasa Daxili İşlər Nazirliyi oraya təqdimatla müraciət etməz ki, icazə verin, cinayət işi qaldıraq. Ona görə mən bazar günü saat 1-də onunla görüşdə 7 işlə bağlı müraciət elədim ki, 22-ci ildən bağlı mən sizin 5 dəfə yanınızda olmuşam. Bu 7 işimin heç biri haqqında qanuni qərar qəbul olunmuyubdur. Ona görə bu dəfə xahiş elədim ki, bir daha sonuncu dəfədir gəlirəm və bundan sonra mən sizin qəbula gəlməyəcəm. Amma qanunsuzluqları mən hamısını bölüşəcəm ki, tək mən yox, həm prokurorluq işçiləri, həm də deyək, bu prokurorluq işçilərinə təsir etmə imkanı olan yuxarı instansiya orqanları, o cümlədən prezident aparatları, baş prokurorluqda baş verən biabırçılıqlardan xəbər olsunlar. Əziz səhifə izləyiciləri, o görüşdən sonra mənə çoxlu məsləhətlər verən olubdur ki, biraz ehtiyatlı olun, bu baş prokurordur, nə desəz gözləmək olar, mən hər şey gözləyirəm, gözləməyə də hazıram, amma mən dövlətimə inanıram, dövlətimin qanunlarına inanıram və bu qanunların icrasına ali nəzarəti həyata keçirən, konstitusiyon hüquqlarımızı müdafiə edən Azərbaycan Respublikası prezidentinə inanıram. Daha çoxunu da deyim ki, son hadisələr bir daha göstərdi o cümlədən mənə ki, bu ölkədə artıq toxunulmazlı adamlar yoxdur. Yəqin son vaxtlar olan həbsləri görürsünüz, bu bir daha onu göstərir ki, toxunulmaz heç kim yoxdur. Hamı qanun qarşısında cavab verməlidir. Sadəcə bunu tələb etmək lazımdır. Çox təəssüf edirəm ki, bu tələb bir baş ağrısına, bir həyat riskinə çevrilə gəlir. Ona görə ki, baş prokuror və onun ətrafında olanlar özlərini toxunulmaz hesab edirlər. Hesab edirlər ki, onlar istənilən qanunu poza bilərlər və buna görə də heç bir cavabdehliyi daşımazlar. Keçən sizinlə görüşdə mən izah elədim bir işlə bağlı. Necə Kamran Əliyev Elton Ziya Məmmədovların cinayətlərini, o cümlədən Elton Məmmədovun 3 milyon manata yaxın akademiyadan uğurlanmasına baxmayaraq onun həbsə almaması, həmin ondan da 3 il əvvəl mənim müdafiə etdiyim şəxsin 5 milyonlu dələduzluq yolu ilə ələ keçirilmiş Elton Məmmədova qarşı bir tədbir görülmədiyini, ondan başqa Elton Məmmədovun bacısı qızının başqa bir şəxsə qarşı etdiyi dələduzluq əməllərini hərçənd ki, bütün materiallar onu sübuta yetirir, yenə olmadı. Heç bir nəticə əldə etməmişəm. Bu dəfə başqa işlə bağlı sizə müraciət edirəm. Mənə müraciət edən vətəndaşın Xızı rayonunun Qızıl Qazma kəndində 4,8 hektar torpaq sahəsi olubdur.
Bu vətəndaşın qızı uzun illərdir xəstədir, xaricdə müalicə alır. Və müalicəsi bahalı olduğuna görə orada bunların bir torpağı yox, bir neçə torpaqları olubdu. Həmin o qızıl qazmada vaxtilə. O qızıl qazma heç kimə lazım olmayan devirlərdə. Və o tədricən o torpaqları sata-sata uzun illərdir ki, o müalicəsi çox ağır ilə, səhv etmirəmsə, böyrək çatışmamazlığı çox ciddi şəkildə. Onun müalicəsi ilə məşğuldular. Bu dəfə də gəlirlər torpaqlarını satmağa. Torpaqları 40 hektar torpaq sahəsinin içərisində hasarlanmış şəkildə tapırlar. Diqqətinizə çatdırım ki, çoxları bilmir, Qızıl Qazma rayonunda təxminən 2000-ci ilin əvvəllərindən Akif Muradverdiyev, Əli İnsanov, Ramiz Mehdiyev, Ramil Usubov, Kemaləddin Heydarov hər biri özlərinə 5, 10, 20, 30, 50 milyonluq imarətlər tikdiriblər. Və bir imarət də Kemaləddin Heydarovun 2 oğluna məxsusdur. Nicat Heydarova və Talih Heydarova. Biz müəyyən elədik ki, bu torpaq bu hasarın içində 40 hektar sahədə olan 2 böyük villa Kemaləddin Heydarovun oğulları Nicat və Talih Heydarovlara məxsusdur. Və Azərbaycan reallığını bildiyimə görə mən əvvəlcə prokurorluğa müraciət eləmək istəmədim. Tam səmimi deyirəm. Ona görə mən Kemaləddin Heydarova çıxa biləcək şəxslərə, o cümlədən onun müavinlərinə müraciət elədim ki, sizdən xahiş edirəm, belə bir problem var, onu həll edin. Onlar dedilər ki, o torpaq alınanda, o torpağın pulunu Kemaləddin Heydarovun dövründə Cəbrail familiyası adımdan çıxdı, bir şəxs olubdu. Bu Azərbaycan bütün tikintilərinə icazə verənlər, milyonlar, milyardlar rüşvət toplayana ki, göy o pulları veribdi. Ondan sonra onu təksib etmək üçün mən səs yazılarını təqdim etdim ki, təxminən 2 il bundan qabaq həmin mənim müdafiə etdiyim şəxslər Cəbrailovdur. Onun müavininə müraciət edirlər ki, bu problemi həll etmək lazımdır. O da səs yazısında bildirir ki, mən cənab nazirə hələ müraciət eləyə bilməmişəm. Müraciət eləyən kimi problem həll olacaqdır. Problem həll olmur, müraciət edirlər mənə. Mən sənədləri araşdırıram ki, bunların hansı hüquqları var və bu şəxslərə məxsus olan çıxarışı, etibarnaməmi, bir də vəkil orderimi götürüb Xızı rayon prokuroru xanım Xəyala Aslanovaya müraciət edirəm. Müraciət edirəm ki, bu şəxslər tərəfindən torpaq sahəsi qanunsuz olaraq zəbt edilib, orada tikinti işlər aparılıb və bu şəxsin öz torpağına çıxış etməyə, yaxud onu satmağa imkanı yoxdur. Və onun əməllərində də Cinayət Məcəlləsinin 188.1.2 maddələri ilə cinayət işi nəzərdə tutulur. Bu haqda cinayətçi qaldırın. Bu birinci müraciət edilir Xızı rayon prokuroru Xəyala Əliyeva 6 avqust 24-cü ildə. Mənə həmin o Xəyala Aslanova biri deyək oktyabr 24-cü ildə yazır ki, mən bu problemin həlli üçün göndərmişəm Xızı rayon icra hakimiyyətinə ki, bu problemi həll eləsin. Bəllidir ki, bu Xızı rayonunun problemi deyil və Xızı rayonun da bunu həll etməyə qadir deyil icra başçısı. İcra başçısı aparatı mənə məktub göndərir. Arzu Əzizova başçının müavini. Məktub göndərir ki, bu bizə aid deyil. Biz o problemi həll edən şəxs deyilik. Yenidən müraciət edirəm. Artıq Xızı rayon icra hakimiyyətinə də onlar cavab vermirdilər. Başçıya cavab edirəm ki, sizə filan vaxtı məktub gəlibdir, bizə onun cavabını bildirin. Onlar da bizə cavab verirlər ki,
o işin bizə aidiyyəti yoxdur və biz o məsələyə baxa bilmərik. Yenidən müraciət edirəm prokurora. Həmin o xəyalə Aslanovaya. Müraciət edirəm ki, mənə cavab ver. Mənə cavab verir ki, o cinayət işlik deyil, siz gedin mülki qaydada müraciət edin məktubla. Yenidən bu xanım prokurora müraciət edirəm ki, qanun var və qanuna görə siz mənə məktubla cavab verməli deyilsiniz. Siz o işi götürməlisiniz, araşdırmalısınız və qanun nəzərdə tutduğu qaydada ya cinayət işin qaldırılması barədə qərar qəbul etməlisiniz, ya bunun rədd olunması barədə mənə cavab verməlisiniz. Yenə mənə cavab verir. Mən bir-bir bunları vaxtınızı almaq istəmirəm. Burada məndə 200-ə yaxın sənəd var. Üzr istəyirəm. Bunların hamısını bir-bir 200-ə yaxın sənədi vaxtınızı almaq istəmədiyimə görə qısa olsun deyə sizə qısa şəkildə deyəcəm. Yenə mənə cavab gəlir ki, bunu gedin mülki qaydada. Mən sosial şəbəkədə bu barədə yazıram və Kamran Əliyevə müraciət edirəm. Hörmətli baş prokuror, prokurorunuza tapşırın ki, qanunu yerinə yetirsin. Mən demirəm ki, mənim ərzəmi təmin etsin. Amma ərzəmə qanun qaydasında cavab vermək onun borcudur. Mənə cavab versin, ya cinayətçi qaldırsın, ya cinayət üçün qaldırılmasına əsas olmadığı üçün mənə rədd cavabı versin. Yenə bir cavab ala bilmirəm və artıq 15 oktyabr 24-cü ildən Kamran Əliyevə müraciət edirəm. Bir müraciət 30-u oktyabrda 24-cü ildə başqa müraciət, 30-u may 25-ci ildə başqa müraciət. Bu müraciətlər alınır. Mənə artıq Respublika prokurorluğunun məktublar şöbəsindən cavab verirlər. Məktublar şöbəsi cavab verir ki, siz gedin işi mülki qaydada həll edin. Və əziz səhifə izləyiciləri və bu səhifəni izləyən səlahiyyət sahibləri, Azərbaycan vətəndaşlarının minlərlə, 10 minlərlə bu cür yalandan iş üzrə qərar qəbul etməmək üçün didərgin salırlar, məhkəmələrdə süründürürlər. Həmin o, özə sizə bir şey deyim, onlar dərhal o ərzəni demirlər ki, get, müraciət edin. Adamı çağırırlar, mən olan kimi deyirəm. Adamın haqqını alırlar, sonra vətəndaşa deyirlər ki, bizlik deyil, gedin məhkəmələrə. Mən bu dediyimi sizə minlərlə, 10 binlərlə vətəndaş təsdiq edəcəkdir. Mən o vətəndaşlardan xahiş edirəm ki, burada da rəylərdə kimləri prokurorluq orqanları bu cür əsassız, qanunsuz olaraq araşdırma aparmadan deyirlər ki, gedin məhkəmələrə və onlar illərdir məhkəmədə sürünsünlər, mənə müraciət etsinlər. Yəni, burada rəylərdə yazsınlar. Bundan sonra mən Kamran Əliyevin qəbulunda da oluram. Qəbulunda da oluram, deyirəm ki, mən sizdən xahiş edirəm. Yəni, belə özbaşınalıq olmaz, tapşın. Ona qədər Daxili İşlər Nazirliyinə Daxili İşlər Nazirliyi İstintaq Təhqiqat Əməliyyat İdarəsi rəisi olan Ceyhun Kazımova da müraciət edirəm. Ona da müraciət edirəm ki, kişilər, mənə tapşırın prokurora, mənə cavab versin. Artıq Respublika prokurorunda da mənə cavab gəlir ki, mənə rədd qərarı vermirlər. Sadəcə cavab yazırlar ki, orada sübut yoxdur. Yenidən müraciət edirəm baş prokurora ki, kişilər, mən qanunu bilən adamam. Siz mənə məktubla cavab verməyin, siz prosesual sənəd verin. Ona görə ki, sizin borcunuz da prosesual sənəd vermək. Bu nə deməkdir? Əgər onlar mənə hə ya yox cavabı verirlərsə də, mən ondan məhkəmə qaydasına, məhkəmə nəzarəti qaydasına şikayət edə bilərəm. Mən bu şikayəti etməyim deyə, mənə məktubla cavab verirlər, məktubla da məhkəməyə müraciət etmək olmur. Sonda yenidən bir dəfə də oluram baş prokurorun qəbulunda. Yenidən ona deyirəm ki, valla bu özbaşınalıq olmaz. Mənə yenidən cavab gəlir ki, orada sübutlar yoxdur. Əziz səhifə izləyiciləri. Mən bunu eləməli olmasam da, yəni o mənim borcum deyil. Mən onlara
qazın pozuntusunu göstərmişəm ki, torpaq zəbt olunubdur. 40 hektardır həmin yerdə. Kəmaləddin Heydərovun bağları, bağçaları azdır. 10 milyonluq, 100 milyonluq hər rayonda, o Qəbələ rayonunun yarısı onundur. İndi burada Xızıda cəmaatın yerini zəbt edib. Mən məcbur olub Dövlət Reyestr Xidmətinə müraciət edirəm. Dövlət Reyestr Xidmətinə müraciət edirəm ki, ona görə ki, mənə cavablarında birində yazılmışdı ki, o yerin kimin yerinin üstünə düşdüyünü müəyyən etmirik. Bunu prokuror müəyyən etməlidir. İstintaq da ona görədir. Artıq yorulduğuma görə özüm Əmlak Komitəsinə Mətin müəllimə müraciət edirəm. Dövlət Əmlak Kadastr və Reyestr Publik Şəxsin rəhbərinə. Xahiş edirəm ki, bax bizə məxsus bu reyestr çıxarışından müəyyən edin, görün bizim torpaq kiminsə torpağıyla üst-üstə düşür ya yox. Onlar göndərirlər iki sayılı Sumqayıt Ərazi Xidmətinə. 2 sayılı Sumqayıt Ərazi Xidmətindən bizə cavab verirlər ki, onlar üst-üstə düşmür. Yəni, bizim torpağı onlar zəbt eləyibdir. Buna yenə sənədlərlə artıq bununla bir yerdə yenə prokurorluğa göndərirəm. Prokurorluq yenə tədbir görmür, yenə cavab verirlər ki, əsas yoxdur. O döngə nöqtələri göstərilməlidir ki, bu ərazi onun tərəfindən zəbt olunub ya yox. Yenidən müraciət edirəm 2 sayılı artıq Sumqayıt Ərazi İdarəsinə. Bizə deyirlər ki, orada hər döngəni müəyyən etmək üçün 120 manat, əlavə bir döngəyə 20 manat haqq ödənilməlidir. Gedib bunu ödəyirik və artıq biz oradan rəy alırıq. Həmin o Sumqayıt ərazidən rəy alırıq. Olanın rəyinə əsasən rəy verirlər ki, Quliyevə məxsus 4.8 torpaq sahəsinin 4.38 hissəsi hasarlaraq istifadə edilir. 1, 2, 3, 4 nömrəli döngələr hasar daxilində yerləşir. Torpaq sahəsinin yerdə qalan 4.7 sahəsindən 2.5-i həmin o bağa gedən yol kimi istifadə olunur. Cəmi 4.8 hektardan 2 sotu ərazidən kənardadır. Həmin o ərazidə bunlar tərəfindən setka hasar alınıbdır. Qalanı hamısı belə, yəni 3 metrəli beton divarlar içindədir, o 40 hektar. Bundan sonra yenə müraciət edirəm Kamran Əliyevə. Ki, mən sizə artıq deyirdim, sübutlar yoxdur. Sübutları da təqdim etmişəm. Xahiş edirəm, buna bir cavab verin, bir iş qaldırın. Yenə iş qaldırmırlar. Və sonuncu görüşdə, mən Kamran Əliyevlə görüşəndə, mənə deyir ki, mən zəng eləmişəm Kəmaləddin Heydərova, o həll etmək istəmir. Əziz vətənlərim, bu baş prokuror yox, heç rayon prokurorunun da danışıq səviyyəsi deyil. Nə üçün rayon prokuroru ya baş prokuror Kəmaləddin Heydərova zəng etməlidir? Kimdir Kəmaləddin Heydərov? Nazirdir, çox yaxşı. Mən nazirlə yoxdur, nazirin balalarıdır. Nazirin özünün milyonları, milyardları. Bunların balaları da təyyarədə uçacaqlar, 1 milyonluq maşınlar sürəcəklər və yetim yesirin torpağını alıb 40 hektarın içində özlərinə malikanə düzəldəcəklər. Mən onu ayıb gördüm. Tam səsəmmi deyirəm, ayıb gördüm ki, bu baş prokuror da vaxtilə Zakir Qaralova müraciət eləyəndə deyirdi ki, mən kömürüyə məşğul ola bilmərəm, orada Kəmaləddin Heydarovdur. Mən burada səhifədə rəylərə yerləşdirəcəm. Allah rəhmət eləsin, rəhmətli Qənrə Paşayeva ilə bizim nəzər nöqtəsində bir verilişimiz var idi. Mən iş adamları monopoliyadan əziyyət çəkdiklərini, rüşvətin tuğyan etdiyini kömürlükdə deyəndə Qənrə Paşayeva mənə demişdi ki, Hasan müəllim, siz niyə Zakir Qaralova müraciət etmişsiniz? Mən ailəsin efirindən demişdim ki, Qənrə xanım, Kəmaləddin Heydarovun adı gələndə Zakir Qaralovun dizləri əsir. Onda baş prokuror idi. Və o baş prokuror olan vaxtı demişəm.
Ona görə mənə nifrət eləyir demiş. Ona görə ki, o Kemaləddin Heydərov yox, onun müavini idarə rəisinə də zəng edə bilmirdi qorxusundan. Amma prokuror elə olmamalıdır. Prokuror ali qanunvericiliyə nəzarəti həyata keçirən şəxsdir. Prokuror istənilən şəxsi istənilən dəqiqə cinayət məsuliyyətinə cəlb edə bilər. Amma mənə ölkənin baş prokuroru deyir ki, biz dedik Kemaləddin Heydərova, o eləmir. Eləmək istəmir. Nə demək eləməsə? Bu dədəsinin məmləkətidir ki, torpağı mən zəbt etmişəm, heç kimə qaytarmıram. Problem ondadır ki, bu torpaq sahibi çətinliyə düşdüyünə görə, o torpağının qiyməti bir neçə milyon olsa da, onun cüzi hissəsini istəyir ki, mənə pul verin, balamı müalicə edeyim. Belə prokurorluq olar. Mən bütün sənədlərin hamısını təqdim etməyə hazıram. Səs yazılarından tutmuş. Şimdi bunlar başqa bir yol tutublar. Nicat Heydərov Sumqayıt İnzibati Məhkəməsinə veribdir ki, güya 2016-cı ildə alınan reyestrdən çıxarış ləğv olunmalıdır. Bizim bir məhkəmə prosesi oldu. Orada da hakim onların vəkilinə sual verdi ki, bax siz onun ləğv olunmasını deyirsiniz. Bu torpaq sizin deyək, reyestrdən çıxarışınız torpaqdan kənardadır. Onun sizə heç bir aidiyyəti yoxdur. Siz onu necə ləğv olunmasını xahiş edirsiniz? Sizdən kəsişmir. Hansısa hissəsi sizin torpağın içine düşmür. Qonşuluqda olan torpağın sənədinin ləğv olunmasını hansı əsasdan istəmək olar? Bunu ancaq Əmlak Komitəsi eləyə bilər. Yəni dövlətin adından. İndi başa düşdüyümə görə orada da yəqin alındıra bilmirlər. Burada da prokurorluq cinayət. İndi o məhkəmə nə qərar qəbul eləyəcək, hələ onu bilmirəm. Bu növbəti işdir. Bu işlər hansı ki, deyək, mənim təqdim etdiyim ən yüngül işlərdir. Hansı ki, baş prokurorluq tərəfindən vəzifə səlahiyyətinin sui-istifadəsinə, ən azı səhlənkarlığı barədə cinayət tərkibi var. Mən nə dediyimi çox gözəl bilirəm. Ona görə mən buradan bir daha müraciət edirəm səlahiyyət sahiblərinə. Əziz həmkarlar, bu Azərbaycan bizim dövlətimizdir. Bugün hamımız işğaldan sonra Qarabağda gedən tikinti işlərini bilirsiniz. Milyardların oraya xərclədiyini bilirsiniz. İnsanların maddi durumunun çətinləşdiyini bilirsiniz. Bu dəqiqə insanları ən böyük qıcıqlandıran, hakimiyyətdən ən narazı salan qanuni haqlarını qoruya bilməməsləri ilə bağlıdır. İnsanlar qanuni haqı, mən 4 il hakim, 4 il məhkəmə sədri, 4 il Respublika prokurorluğunda, 1 il prezident aparatında işləmiş, bir 30 ildə vəkil işləyən adam. Hər bu prosesdə siz gördünüz, mənə lazım olmayan nə qədər mən işlərlə, yüzlərlə ərzə yazmışam. Mənə aid olmayan araşdırmalar aparmışam, Dövlət Əmlak Komitəsinə müraciət etmişəm, ekspertiza təyin etdirmişik, pulunu ödəmişik, hadisə yerinə ekspertləri aparmışıq, göstərmişik. Onlar da rəy veriblər ki, bu adamların, Quliyevanın torpağının Kemaləddin Heydərovun o 40 hektar tutmağına heç bir aidiyyəti yoxdur. İndi o 40 hektarın kupçası var, yoxdur, heç biz onu bilmirik, ona görə ki, maraqlanmırıq. O 40 hektarın içində də bir 20-30 milyonluq villalar tikilibdir. Yəni, insan bu qədər az göz olar. Və belə olanda sıravi vətəndaş hakimiyyətə nifrət eləyir. Siz niyə bu insanları hakimiyyətdən narazı salırsınız? Siz gözəl bilirsiniz ki, bu günlərim Rusiya ilə gərgin vəziyyətdə, İranla gərgin vəziyyətdə hamının bir nömrəli vəzifəsi vətəndaşı narazı salmamaqdır. Vətəndaşı hökumətə qarşı qaldırmamaqdır. Məhz prokurorluq bu hərəkətlərlə vətəndaşları hakimiyyətə qarşı qaldırırlar. Mən niyə öz işlərimlə deyirəm? Ola görə ki, mən heç kimə inanmıram. Özüm apardığım, dəqiqliyinə əmin olduğum, istənilən orqan qarşısında cavab verdiyim işlərlə gördüyüm qanunsuzluqlar barədə bugün baş prokuror və onun işçilərinə ittiham elan edirəm. Və onun arxasında da durmağa hazıram. Mən Kamran Əliyevin özü ilə bazar günü görüşümdə də ona dedim ki, mən bütün bu faktları hamısını bir-bir sosial şəbəkə vasitəsilə həm vətəndaşlara çatdıracam,
həm ölkə rəhbərliyinə çatdıracağım ki, tədbir görsünlər. Bu cür ola bilməz. Gələn görüşlərdə səhifə izləyiciləri artıq daha ciddi faktları sizə keçəcəm və daha ciddi faktlar Azərbaycan Respublika Prokurorluğunun korrupsiyaya qarşı baş mübarizə idarəsində baş verir. Bütün iş adamları vaxtilə Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələr, Çovdarov adlı bir nəfər var idi o işlər. Bugün həmin korrupsiya idarəsində baş verir. Nə qədər iş adamları, sahibkarlar qanunsuz olaraq oraya cəlb olunurlar. Qanunsuz tələblər irəli sürülür. Onların bir qismindən də mən yazmışdım. O Azərbaycanda kənd təsərrüfatının məhv edilməsi. Sosial şəbəkədə onu paylaşmışdım hamısını. Azərbaycanda bu günlərin Rusiyaya kənd təsərrüfatı ixrac edənlərin əksəriyyəti parniklərini buradan yığışdırdılar, Dağıstana apardılar. Rusiyadan, Azərbaycandan kənd təsərrüfatı məhsulları ixrac edən şirkətlər, hansı ki Azərbaycanlılar başçılıq edirdi. Onlar Azərbaycandan çıxdılar, keçdilər Orta Asiya və İrana ixrac etməyə. Gəncə Basaj zonası, bu Zakatala, xurma araşdırırdılar. Siz orada indi xurma tarlalarına, parniklərine ona fikir verin. Onların hamısını yoxa çıxardan da məhz baş prokurorluq oldu. Həmin o korrupsiya idarəsi oldu. Yalandan insanlara elan verdilər ki, biz 30 milyon qaytardıq, 50 milyon qaytardıq. Xeyr. O pulları aldılar burada. Həmin pulu apardılar, həmin o sahibkarlar keçirdilər Milli Mərkəzi Bankdan. 1% tutuldu dövlətin nəfinə. Milyon apardılar, çıxartdılar. Milyon o cür, deyək 30 milyon keçdirsə da, orada 300 milyon rüsum tutuldu. Heç bir pul qayıtmadı. Əksinə iş adamları, Azərbaycandan artıq uzun illər bu işlə məşğul olanlar hamısı Azərbaycandan didərgin düşdülər. Mən bir daha burada deyirəm ki, bu günlərim Azərbaycanda bu son tutulmalarla bağlı ciddi proseslərin getdiyi hamı üçün aydın olmalıdır. Hamı bilməlidir ki, nə general oğlu, nə mamür oliqarxlar balaları, qohumları, nə o toxunulmaz şəxslər var idi, onların yaxın ətrafı qanundan kənarda deyil. Belə olan məqamda əlbəttə ki, cəmiyyətdə gərginlik yaranır. Bu gərginliyi də yaradan qanunsuz olaraq sadə vətəndaşların haqlarını pozmasıdır. Ona görə hesab edirəm ki, gələn görüşdə korrupsiyada baş verənlərlə bağlı da mən sizin diqqətinizə çatdıracağım. Daha konkret və daha acınacaqlı faktları. Bir şey də nəzərə alın ki, əziz vətəndaşlar, mən bu işləri də seçmişəm. Yəni mənə müraciət edən onlarla başqa adamlar da var. Onların işini də araşdırıram. Ola bilsin bəziləri onlardan da istifadə edəcəm. Mənim gördüklərim həqiqətən məni dəhşətə gətirir. Ona görə ki, baş prokurorluq bu cür işləməməlidir. Bugün Daxili İşlər Nazirliyində, mənim o vergi orqanlarında, əmlakda baş verən bütün məhkəmələrdə baş verən qanunsuzluqların əksəriyyətinin başında duran ölkənin baş prokurorluğudur. Amma çox təəssüf edirəm ki, baş prokurorluq bir imic yarada bilirlər mətbuat vasitəsindən. İndi bu mənim axırıncı çıxışımdan sonra dərhal Qafqaz Info Kamran Əliyev haqqında bir qəhrəman elan elədi. Ki, kimisə nə vaxt 30 il bundan qalq bu mühüm işlər kimi istintaqını aparıb, həmin o adam tutulubdur. Həmin adamın tutulmağının Kamran Əliyevə heç bir aidiyyəti yoxdur. Amma hamısını da onu qəhrəman etmək istəyirlər. Sizin hamınıza uğurlar arzulayıram. Ben bir daha elan edirəm ki, qorxacağım heç nə yoxdur. İnsan o halda qorxur ki, qanunsuz əməllər olsun. Mənim heç bir qanunsuz əməllərim yoxdur. Mən adını çəkdiyim şəxslər kimi milyonlar, milyardlar yığmamışam. Adını çəkdiyim şəxslər kimi balaların vəzifələrdə 1 milyonluq villalarda oturmurlar. Hərçənd ki, mənim balalarımın qutardığı ali təhsillər ocaqlarına onların balaları heç vaxt yaxın düşə bilməzdi. Mənim balalarım ipotek ilə ev alıb yaşayırlar.
Bunların balaları 1 milyon, 2 milyon, 5 milyonluq evlərdə yaşayırlar. Bunu da insanlar görür hamı. İnsanlar da narazı salan həmin bu ədalətsizlikdir. Nə üçün olur ki, bunların balalarının bütün imkanları olur. Amma yazğın, kimsəsizin, gözünü kör eləyib, gedib xaricdə ən ali təhsili qutaranlar gəlirlər ölkəyə, özünə iş tapa bilməyib, başlarını götürüb buradan ölkədən gedirlər. Bu dəqiqə ən böyük faciə ölkəmiz üçün beyin axınıdır. Vətənini sevən, heç bir qrupa, quruluşa, mafiyaya, nə bilim, klana məxsus olmayan kasıb balaları gəlirlər, çalışırlar, özlərine bir iş kursun, başlarını ilə vururlar ki, dərhal hər şeyi atırlar, qaçırlar xaricə. Bu bizim qızıl fondumuzdur. Ölkə öz vətəndaşıyla varlıdır. Savadlı, vətənini sevən, qanunu sevən və bu ölkədə biznes qurub inkişaf etmək istəyən insanlardır. Amma bu adını çəkdiklərimin hamısının xaricdə milyonlar, milyardları var. Ona görə hesab edirəm ki, mənim bu çağırışım dövlətin səlahiyyətli sahibləri və məsuliyyət dərk edənləri tərəfindən eşidiləcək. Ona görə hamınıza dinlədiyinizə görə təşəkkür edirəm. Yeganə sizdən xahişim odur ki, birinci maksimum paylaşın bunu. İkinci də şərhlərdə hər biriniz haqqınızda olan qanunsuzluqları yazın. Sizə əmin eləyirəm ki, mənim hər bir çıxışımı başda Kamran Əliyev olmaqla, onun müavinləri, baş idarə rəisləri, idarə rəisləri, rayon prokurorları hamısı oxuyurlar. Ondan başqa səlahiyyət sahibləri də oxuyurlar. Qoyular görsünlər ki, bu prokurorluq sizin başınıza nə oynatır. Gecəniz xeyrə qalsın, hamınıza təşəkkür edirəm.